Biz Təbrizlilərin məruf və pərtərəfdar qeyqanaqlarının biri də yeçeşi qeyqanağıdır. Bu qeyqanaq o qədər yeməlidir ki, bir seri cürrəsəz dadından doya bilməyəcəksiniz. Birlikdə gedək, bişirək. Əvvəl mərhələdə qeyqanağın şərbətini amadələyib qoyacaq kənarda qalsın, soğusun. Yer çeçini abpəz eləyib qoyacaq kənarda soğusun. Yumurtalara vanil artırıb və həmzəlindən qatıb, yoğurdunu da artırıb və dubara qarışdırıb, unumuzu iki mərhələdə əliyib, pudri hel, pudri bekin pudru da artırıb və qarışdırıb, yer çeçiləri rəndənin riz gözü ilə rəndəliyib və artırıb məvadın içinə və qarışdırıb, zəfəranını da artırıb. Bu arada mən zəfəranı Abbaszadədən istifadə elədim ki, çox ba keyfiyyətli zəfəranları xoşbu və xoş ətridir. Zəfəran Abbaszadə çox məruf və şناخته شده bir برندیdir ki, burada da آقای لیلا بادیجل نمایندگی رسمی زعفران Abbaszadədirlər. آقای لیلا بادیجلin peycilərin kəpşində biləcə təq eləmişəm. آقای لیلا بادیجل öz həmşəhrimizi eləyə bilərsiniz. با خیال راحت gedəsiz زعفران اصل خریدار eləyəsiz. Əziz dostlarım, kəpşində kamil توضیحاتın yazmışam. Əgər bu postdan xoşunuz gəldi, like eləyin, komment qoyun, save eləyin ki, bu gün dərdinizə dəyər.